Xanımlar, mən də endirimdən yararlandım. Aylin üçün alış-veriş elədim. Baxın. Bax, bir dənə belə kofta aldım. Bir dənə belə kofta aldım. İçi özdə mexli. İnanmayanlar yaxınlaşdırıb qoy görsünlər ki, elə belə mallar deyil. Bir dənə belə bir kapşonkalı, içi mexli bir kofta aldım. Baxın. Bizim mallarımız bilirsiniz ki, super mallarda sadəcə endirimə düşüb. Mən də yararlandım. Mən nə olar ki, mənə olmaz, nə olar ki, ay bacı. Bax, görürsən. Neçədən oldu? Bir dənə də belə bir dəst aldım. Hamısı bir yerdə nə qədər eləsə yaxşıdır. Cəmi 52 manat. Bəli, üstündə də bonus kart əldə elədim. Bu bonus kartını götürürəm. Hər dəfə gəlib mal alanda 5% mənə endirim olacaq. Bax, bu gördükləriniz hər bir şeyin qiyməti inanmırsınızsa çekimdə buradadır. 52 manat 50 qəpik. Halbuki bunu endirimdə olmayan zaman ən azı bir 100 manat, 150 manat xərcim çıxardı ki, koftalarımız düşüb 6 manata, 5 manata, 8 manata, cır şalvarlarımız düşüb 10 manata, dəstlərimiz 25 manatdan düşüb 10 manata, 30 manatdan da düşüb 15 manata. Gəlin yararlanın, şok.